Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. 3 günlük fasilədən sonra yenidən sınavlarımızın izahına başlayırıq. 10-cu sınavımızı paylaşacağım sizinlə. Bu gördüyünüz sınavın PDF-ni həm Telegram, həm də WhatsApp kanal qruplarımızda paylaşmışıq. Hər ikisinin də linki rəylərdə olacaq. Keçid eləyin. Bundan öncəki 9 sınavı da əldə edə bilərsiniz. Hər birinin də izahları ilə bərabər. Deməli, keçdik birinci suala. AC kəsəndir. AB 6'dır. AK 2'dir. YS 4'tür. SD'nin tapın. Bura bir x desəm, baxın uşaqlar, 6'nın kvadratı bərabər olacaq. 2 vurulsun 2 plus x-a bütöv, yəni. 36 bərabərdir. 2 vurulsun. 2'ni də vuraram 4 plus 2x. 2x bərabərdir 32. X də 16'dır. İndi x 16'sı yazdım bura 16 və bura bir y deyərəm. Məndən bunu soruşur. Y'nin kvadratı bu zaman bərabər 4 vurulsun bütöv. 4 vurulsun bütöv. Bütöv də nə qədərdir? 20. Səhv yazdıq ki biz neysə. Çünki 4'ü 20'ye vuranda edir 80. Kökdən də 80 çıxmış. 2 vurulsun 2 plus x. 4 plus 2x 32 edir. 32'ni də 2'ye böləndə 16 edir. Buradan uşaqlar y bərabərdir. Kök altında 80'e. Sualın şərtinə baxaq. AB, CD çevrəyə toxunanlardır. Hə, bəli. AC-nimiz də kəsəndir. Bəli. AB 6'dır. Bəli. Yanlış bir şey yoxdur da uşaqlar. Kök altında 80'dir cavab. 2. BN həndəsi silsiləsində B7 cıq B1 18 olarsa, Q7 olarsa ilk həddinin cəmini tap. Uşaqlar, B7-nin açılışı belədir. B1 vur Q üstü 6 cıq B1 bərabərdir 18. B1'i qarşıya çıxarsam olacaq Q üstü 6 cıq 1 bərabərdir 7'ye. Və buradan bunu olduğu kimi saxladı. Sonra da bizə deyir ki S6'nı tap. S6 da bərabərdir. B1 vurulsun Q üstü 6 cıq 1 bölünsün Q cıq 1. O da bərabərdir. Yuxarıdakı ifadə elə budur. Bu da 7'dir. Daha doğrusu bu 18'dir. 18'dir. Bölünsün Q da 7'dir. Axı 7 cıq 1 olacaq. 18 də 6'ya böləndə eləyir 3. Yəni C bəndi. Üçüncü, ilk 180 natural ədədin içərisindən təsadüfən seçilmiş bir ədədin 4'ün 3 rəqəmli bölünəni olması hadisəsinin ehtimalını tap. Deməli, indi uşaqlar, birincisi ilk 184 natural ədəd deyirsə, deməli, bütün mümkün hallarımız 184 dənədir. Bizə də 4'ə bölünən 3 rəqəmli ədədlər lazımdır. Deməli, biz sürətdə 4'ə bölünən 3 rəqəmli ədədləri tapmalıyıq. Birinci 3 rəqəmli ədədimiz 100'dür. 184 4'ə bölünürmü? Bəli, bölünür. Deməli, 100'dən 184'ə qədər neçə dənə ədəd var? Onu tapmalıyam 4'ə bölünən. 184'dən 100 çıxaram. Bölərəm 4'ə. Plus üzərinə gələrəm 1. 184'dən 100 çıxanda eləyir 84. 4'ə böldüm elədi 21 plus 1 22 oldu 184'də 22. Yəni 184 dənə ədəddən 22 dənəsi 4'ə bölünür. Və 2'yə də ixtisar etsəm 11 böl 92 cavabımız oldu bu A bəndi. Növbəti belə bir bərabərsizliyimiz var. Deməli uşaqlar, bu ifadə x. Bunu birbaşa keçirərəm sağ tərəfə. Böyükdür. 1 bölünsün 3 cıq x. Üstə gəl 1 bölünsün x cıq 3. Çıxılsın 2. Uşaqlar 3 cıq x-dan fikir verin. X cıq 3 bir-birinin əksi olan ifadələrdir. Əgər mən buradan bunu 3 cıq x eləsəm, gərək qarşıya mənfi atım. O zaman bu ifadələr bir-birindən gedər. O zaman qalacaq x böyükdür mənfi 2-dən. Amma bir dənə də problem var. Məxrəcdə x 3 ola bilməz. Çünki 3 olsa məxrəc 0 olacaq. Deməli, mənfi 2-dən böyükdür, bir də 3 ola bilməz. Ona görə olacaq mənfi 2-dən 3'ə qədər birləşir 3'dən müsbət sonsuzluğa qədər. O da D variantı.
5-ci motosikletçi 48 km sürətlə 8 saat yol getdi. O həmin məsafəni 6 saata hansı sürətlə gedir? Baxın, 48 km sürətlə 8 saata gedirsə, 6 saata x. İndi düşünün. Uşaqlar, sürət və zaman məsələləri sizcə düz mütənasibdir, yoxsa tərs mütənasibdir? Özümüz təyin etməliyik. Məntiqlə düşünsək, eyni yoldan söhbət gedirsə, həmin məsafə deyir. Sürət artırsam daha tez çatacaq da ünvana. Sürət azalsam daha gec çatacaq. Deməli, əgər sürət çoxalanda zaman azalır. Tərsdir. Bu zaman qarşı-qarşıya vurulur. 6x bərabərdir 8 vur 48. 6 ilə də buradan 48 gedər. 8 qalar. X də olacaq 64. Sürət deməli 64 olmalıdır. B bəndi. 6. İki müstəvi arasındakı bucaq 60 dərəcədir. Bu müstəvilərin hər birindən 5 desimetr məsafədə olan nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər məsafə. Uşaqlar, iki müstəvi deyəndə birbaşa müstəvi çəkməyə ehtiyac yoxdur. Bu şəkildə bir bucaq çəksəz kifayət edir. Bax, bura 60 dərəcədir. Bunu nəzərimizdə saxlayaq. Hər birindən 5 desimetr məsafə buranı götürürəm. Buradan bura qədər də 5 desimetrdir. Buradan bura qədər də 5 desimetrdir. Bu məsafədən kəsişmə nöqtəsinə qədər məsafə. Bizdən bunu soruşur. Uşaqlar, baxın, tərəflərə qədər məsafələr eynidirsə, bu məsafələr də eynidir və tənbölən olur bura. 30 dərəcə, 30 dərəcə olur. 30 dərəcənin qarşısındakı 5-dirsə, bu məsafə 10-dur. Və salam. Şifahi sual. D bəndi. 7-ci sual. Tənlilər sistemindən 4y çıx x-i tapın deyir. 4y çıx x-i. Mən baxın bu ifadəni 3-ə vursam yuxarıda. Olacaq 3y çıx 3x bərabərdir 30. Aşağında olduğu kimi yazaram. Üstəgəl y bərabərdir -23. Və bunu tərəf-tərəfə toplasam. Bax, 3y ilə y toplanılıb 4y olacaq. -3x-in üzərinə 2x gələndə də çıx x qalacaq. Bərabərdir. 30-un da üstə -23 gələndə eləyəcək 7. Məndən bunu soruşurdu. Bu da oldu 7. Y bəndə. Gəldik 8-ci suala. Uşaqlar, ümumiyyətlə, sinus üstü 4, kosinus üstü 4 görürsünüzsə, birbaşa buna kvadratlar fərqini tətbiq edeyim, müxtəsarıma düsturun. Onda bax, belə bir ifadə alınacaq. Sinus kvadrat alfa çıx kosinus kvadrat alfa. Bir də sinus kvadrat alfa plus kosinus kvadrat alfa. Aşağıdan hələ ki işim yoxdur. Sinus kvadrat kosinus kvadrat 1 eləyir də, bu getdi. Baxın, bu ifadə var, sinus kvadrat çıx kosinus kvadrat. Bunun yeri dəyişik olsaydı, kosinus 2 alfa olacaqdı. Ona görə yerlərini dəyişsəm, mənfi kosinus 2 alfa olar. Aşağı da sinus 4 alfanın düzsünün açsam, 2 dənə sinus 2 alfa, kosinus 2 alfa. Kosinus 2 alfalar gedər. Mənfi 1 bölünsün, 2 sinus 2 alfa. Mənfi 1 bölünsün, 2 sinus 2 alfa. A bəndə. 9. 6ax kvadrat çıx 21ax kub çox ədlisini vurğulara ayırın. Uşaqlar, birincisi 3ax kvadratı qarşıya çıxarsam 2 qalar. Burada hamısını götürürəm də, bir dənə 2 qalır. Çıxılsın. Buradan 2 götürmüşəm deyə 7 qalır. A-nı da götürmüşəm, x-in də kvadratını götürmüşəm deyə 7x qalır. Olacaq 3ax kvadrat vurulsun 2 çıx 7x. Bu da elə A variantı olur. A və B çoxluqları üçün NA 13-dür, NB 19-dur. A da B-yə daxildir. Uşaqlar, biz dedik ki, çoxluqlar bir-birinin alt çoxluq olanda bir digərin içində yazılmalıdır Euler-Venn diaqramında. A B-yə daxildirsə, A-nı balaca, B-ni də böyük götürək. Balaca 13-dür, böyük toplam 19-dursa, bura 6 dənə qalır. Bizə deyir ki, birləşməsi ikisinin cəmidir 16-dır, 19-dur. Bundan A-nı çıxıram, yəni 13-ü çıxıram, nə qalır? Bir dənə kənardakı 6 qalacaq da. O da A bəndi. 2də 1 kəsinin sürət və məxrəcinə hansı ədəd əlavə etmək lazımdır ki, onda 8 alınsın? Uşaqlar, 2də 1, onda 8. Neçə əlavə eləmək lazımdır? Hər ikisinə ki, eyni ədəd alınsın. Bilmirsənsə, belə eləyirsən. Plus x bərabərdir, onda 8. Çarpaz vurarsan, 8-i məxrəcə vuranda 16 plus 8x bərabərdir. Onu da sürətə vuranda 10 plus 10x.
8x-i sağa, onu da sola keçirərəm. 16-dan 10 çıxanda 6 qalar. Burada da 2x qalar. X də bərabər olar 3-ə. Yəni C bəndi. 12. Sahəsi 8 kök 3. Bucaqlarından biri 120 dərəcə olan rombun kiçik diaqonalını tapın. Demək olar, birinci rombu çəkək. Bucaqlarından biri 120 dərəcədir. Bax, mən bunu birləşdirdimsə, fikir verin, mən bunu birləşdirdimsə, rombun diaqonalı onun tənbəlan olduğu üçün bura 60 olur. O zaman burada 60 olur, burada 60 olur. Deməli, bu bərabər tərəfli üç bucaqdır da. Bu tərəfdə A-dır, bu tərəfdə A-dır. Deməli, bu kiçik diaqonalda A olacaq. Elə tərəfini tapsan, cavabı tapmış olaram. İndi gəldik sahə düsturuna. Sahə düsturu da belədir. Yan tərəflər A vurulsun A, yəni A kvadrat, sinus alfa. Sinus 60 dərəcədə kök 3 bölü 2-dir, bərabərdir 8 dənə kök 3-ə. Kök 3-lər gedər, A kvadrat bərabərdir 16-ya. A da olur 4. Yan tərəf 4-dürsə, elə kiçik diaqonalda 4-dür bənd. Bərabər yanlı 3 bucağın təpə bucağı 80 olarsa, oturacağı kiçik bucağı tapmış. Uşaqlar, çox bəsit sualdır və hər il imtahana belə suallar düşür. 180-dən 80 çıxanda 100 qalır, 2-yə böldüm, burada 50 olur. Bərabər yanlı dediyi üçün burada 50 olur, D bəndi. Növbəti. Kitabxana üçün İngilis, fransız və alman dillərindən kitablar alınıb. Birinci kitablar, bu kitabların, bu olmalıymış da yəqin ki. Bu kitabların 36% İngilis dilindədir və fransızca kitablar İngiliscə kitabların sayının 75%-ni təşkil edir. Alman dilində də 185 kitab var. Deməli, İngilis, fransız və alman. İngilis, fransız və alman. Deməli, uşaqlar, toplam tutaq ki, x dənə kitab alınıb. Bunun 36 faizi İngilis dilindəndir. X-in 36%-ni taparam, 0,36x. 36-ya vurub 100-ə böldüm. Və İngiliscə kitabların 75%-i fransızcadır. Onu da belə deyərəm. 0,36x-in 75%-ni taparam. Vuraram 75-ə, bölərəm 100-ə. Bu əvvəlcə ixtisar gedər 3, bu da 4 qalar. 4 ilə bu gedər 0,9x qalar. Bunu da 3-ə vuranda 0,27 edir. 0,27x. Və alman dilində də 185 dənə kitab var. Bunu sildim buradan. Və uşaqlar, bunun toplamının cəmi bizə x-i verərdi. Çünki bütün kitablar x demişdi ya. Bu x-in toplayanda neçə eləyir? Deməli, 50, 63, 0,63x üstə gəlir 185 bərabərdir x-a. 0,63x-i sağa keçirdərəm. Qalacaq 0,37x bərabərdir 185-ə və x bərabərdir 185 bölünsün. %37 vurulsun 37-də 100. Bundan bu ixtisar gedər. 137, 37 ilə 180 neçə ixtisar gedir? Gedirmi ümumiyyətlə? %80 ilə 37 ixtisar getmiş. Səhv yazmışıq yəqin. Hə, uşaqlar, səhv nədədir? Baxın, burada 185-dir. Biz bura 180 yazmışıq. Burada da 185 olmalıdır. O zaman 5 dəfə olacaq. Bundan bu gedir 5 qalır. 5-i də 100-ə vuranda olur 500. Deməli, toplam 500 dənə kitab alınır. Bitdi. 15. Bərabər yanlı ABCD trapesiyasında SK AB-yə paraleldir. AK 4-dür. KD 4-dür. Uşaqlar, bu da 4-dür. Çünki paraleloqramdır. SK da 5'dir. O zaman burada 5'dir. Bərabər yanlı olduğu için burada 5'dir. Trapesiyanın perimetri 5, 5, 10, 4, 14. Bu da 8, 22. Bitti şifahi sualdır. Asandır yani. 16. A bərabərdir 0,5 olduğunda bu ifadənin qiymətini tapın. Uşaqlar, qüvvətlər əsaslar eyni olduqda yuxarıdakılar toplanır. -3 ilə -8 eləyir -11. Aşağıdakı çıxılır. Çıxılsın -9. Bu da bərabərdir A üstündə, deməli -11 üstə gəl 9. Bu da eləyir A üstü -2. Uşaqlar, A da 2-də 1-dir. 2-də 1-in kvadratının tərsi. Elə bir 4-də 1-in üstü, belə deyək, 2-də 1-in üstü -2. 2-də 1 də 2 üstü -1-dir. Bunun da üstündə -2. -2 ilə -1-ə vuranda eləyəcək 2. 2 üstü 2 də 4 edir. Həsən, 17. Katetlərindən biri 15, o biri katetinin hipotenuz üzərindəki proyeksiyası 16 olan düzbucaqlı üçbucağın sahəsini tap. Hə, uşaqlar, yəni kifayət qədər rahat sualdır.
Katetlərindən biri 15. Bunda hündürlüyü endirdik. Digər katetin proyeksiyası 16'dır. Düzdür? Düz-uzaq sahəsini bizdən soruşur. Burada bir nə deyək? Burada bir m deyək də. Olar mı? Olsun. İndi bilirik axı bu tərəfin kvadratı bərabərdir m vurulsun 16 plus m. Yəni 225 bərabərdir m vur 16 vur batanda da olacaq 16m plus m kvadrat. M kvadrat üstə qal 16m çıx 225 bərabərdir 0. Deməli uşaqlar Viet teoremini tətbiq eləsək, vuranda mənfi 225, toplayanda mənfi 16. Deməli uşaqlar, baxın mənfi 25 ilə 9'dur. 9'u mənfi 25'ə vuranda bunu alaram. Mənfi 25'in isə 9 gələndə də bunu alaram. Mənfi 16. Deməli tərəf mənfi olmadığına görə 9 olacaq. Bu tərəf olduğu 9. Uşaqlar 9, 16, 25 elə. Deməli bura 25, ora 15 isə burada 20. 15, 20, 25 tutacaq. Bizə də sahəsini soruşur. S bərabərdir 15 vur 20 katetlərin hasilinin yarısı. 20'ni 15'ə vuranda 302'ye də böldüm 150 cavab oldu 150. Sonra deməli tənliyi həll eləmək lazımdır. Adi bir tənlikdir. Orta mərci gətirməliyik. Görək gətirə bilirikmi? Orta mərci gətirməliyik. Hə, uşaqlar. Fikir verin, burada maraqlı bir şey gizlənib. Buradan 3'ü çıxardanda x çıx 4 qalır. Aşağıdan da 2'ni çıxardanda x çıx 4 qalır. Əgər bunları aparsaq, biz 4 kökündən imtina eləmiş oluruq. 4 də kök ola bilməyəcək üçün məxrəcdə problem yaşamarıq. Amma yenə də ixtisar aparmaq məsləhət deyil uşaqlar, hər ehtimal üçün. Ona görə biz nə edəcəyik? Orta mərci gətirəcəyik. Baxın, bunu x çıx 4'ə vuraram. Bunu da x çıx 4'ə vuraram ki, baxın, dediyim kimi ixtisar edib qısa həll eləmək olar, amma o sizi çaşdırar. Deməli, x plus 4, x minus 4. Aşağıda olacaq 2x çıx 8. Yuxarıda olacaq x kvadrat çıx 16. Məxrəc hər ikisində 2x çıx 8'dir. Onda buradakı mənfi də ona deyəcək. Olacaq çıx 3x plus 12. Bir də bu 3'ü də keçirəm. Çıx 3 bərabərdir 0. 3'ü də buna vuraram. Mənfi 3'ü buna vuranda olacaq. Çıx 6x. Mənfi 3'ü mənfi 8'ə vuranda üstə gəl 24. Bu 3 getdi artıq. Bərabərdir. Bura biraz yaxın olub. Sonra aşağıda olacaq 2x çıx 8. Yuxarını sadələşdirək. X kvadrat. Mənfi 3x mənfi 6x olur. Çıx 9x. Sonra mənfi 16 müsbət 12 mənfi 4 qalır. Plus 24 qalır müsbət 20. Bərabərdir 0. İndi uşaqlar, iki ifadənin nisbəti 0'dırsa məxrəc 0 olmadığı üçün sürət 0'dır. Sürəti 0'a çevirəndə 2 dənə qiymət olacaq. Bax, bunu 0'a çevirən. Hasili 20, cəmi 9, 4 və 5'dir. 4 də məxrəci 0'a çevirir deyə kənar köşdür. Cavab olacaq 5. 19. A və B natural ədədlərinin sadə vurğulara ayrılışı verilib. A'nın ayrılışı budur, B'nin ayrılışı budur, EBOB da budur. MNK hasilini tapmış. Uşaqlar, şifahi sualdır. Necə həll eləyəcəyik? Deməli, biz EBOB-da hər zaman ortaq olanları seçirdik. Hər ikisində olanlar. İndi baxın. Birinci 2'dən başlayaq. 2'nin üstü 3 seçilib. Deməli, hər ikisində 3 dənə olmalıdır. 2'dən 3 dənə olmalı. Burada 2'dən 7 dənədir. Bunda 7 dənədir. Əgər bunda 7 dənə olsaydı, ortaq 7 dənə seçilərdi. Deməli, bunda 3 dənə olub ki, 3 ortaq seçilib. En 3'dür. Sonra, adətən uşaqlar, cavablar bunları olur. 3, 2, 3 olacaq, amma yoxlayaq. Sonra 3'ə baxaq. 3'dən 2 dənəsi ortaq seçilib. Deməli, hər ikisində 2 dənə var. Burada 4 dənədir. Deməli, burada 2 dənə olub ki, ortaq 2 dənə seçilib də. M 2'dir. Gəldi 5'ə. 5 üstü 3. 5'dən burada 4 dənədir. Burada K dənədir. Ortaq 3 dənə seçilib. Deməli, K 3 imiş ki, 3 dənəsi ortaq olub. Bunların hasili 3'ə 9, bir də 2'yə vuraram 18. Məsələn, 20.
Yadınızda saxlayın, ümumiyyətlə belə bir suallara rastlaşsaz, əbobda və yaxud da əşobda fərq eləmir. Bunun üstündəki əmsallar sizin cavabınızdır. A parametrin hansı qiymətində funksiyası tək funksiyadır? Uşaqlar, tək funksiya olması üçün bir sərbəst hədd olmamalıdır. İkincisi də cüt funksiya olmamalıdır. Baxın, x kvadrat, bax bu ifadə olmamalıdır. Bu sıfıra getməlidir. Bu sıfıra gedəndə də əmsalı a kvadrat çıx 16 bərabər olmalıdır sıfıra. Buradan da a alınacaq müsbət mənfi 4. İndi hansı qiymətində funksiyası tək funksiyadır? Uşaqlar, burada belə bir məsələ var. Bu müsbət mənfi 4-ün hər ikisi ödənir. Niyə görə? Əgər mən a-nı müsbət 4 götürsəm, bu gedir sıfıra onsuzda. Bu qalır 8x kub plus 5x. Bu onsuzda tək funksiyadır, yəni bu doğrudur. A mənfi 4 olsa, bu gedir sıfıra, bu da gedə bilmir, bu da gedir sıfıra, baxın. Bir dənə 5x qalır, bu da tək funksiyadır. Yəni hər ikisi doğrudur. Funksiyasının qiymətlər oblasına daxil olan ən böyük ədəd. Uşaqlar, bu tip ifadələrdə mənfi kök altında a kvadrat plus b kvadrat, yəni 5-in plus 12-nin kvadrat. 5-in kvadratı plus 12-nin kvadratı. Bir də müsbət ilə 5-in kvadratı plus 12-nin kvadratı. Bu da mənfi 13 ilə müsbət 13 arası deməkdir. Daxil olan ən böyük ədəd də 13-dür. 22 10 mərkəzli düzgün 7 bucaqlı piramidanın hündürlüyü SO 8-dir. SO S B A P 18-dir. Yəni buradan bura qədər bu 3 dənə üçbucağın sahəsi 18-dir və düzgün 7 bucaqlı piramida dediyi üçün bunların hər biri bir-birinə bərabərdir. Əgər bu 18-dir, deməli hər biri 6-dır. Onda bu da 6-dır, bu da 6-dır, bu da 6-dır, bu da 6-dır. Bizdən həcmini soruşur. Piramidanın həcmi də V bərabərdir 3də 1. S oturacaq vur H-dır. 3də 1 ilə işimiz yoxdur. H-ımız da 8-dir. Oturacağımızda da neçədən 6 var? 7 dənədir. Hərəsi də 6, o da eləyir 42. 3-dən 42 gedər, 14 qalar. 8 də 14-ə vuranda 112 eləyir. Həcm oldu 112. 23-cü sual. Diaqramda fx və gx funksiyalarının uyğun olaraq ABC əmsalları verilmişdir. Diaqrama əsasən cədvəli doldurun. Təpə nöqtələrinin koordinatları, funksiyaların yerləşdiyi rüb. Deməli, uşaqlar, gəlin əvvəlcə funksiyaları yazaq. Birinci fx-dən başlayaq. Fx bərabərdir. A-sı 2-dir. Olacağı baxın 2x kvadrat üstəgəl. B-si 4-dür. 4x plus C-si də 7-dir. Bu birinci fx-imizdir. Deməli, fx olanda buradan yazaq da birbaşa. 2x kvadrat üstəgəl 4x üstəgəl 7. Jx isə yenə 2x kvadrat. B-si 8-dir. Plus 8x plus 9. Funksiya budur. Təməl nöqtələri m-dən tapılır da uşaqlar. Birincidə m-i yazsan, mənfi b bölü 2a-dır. O da olacaq mənfi b-si 4-dür, a-sı da 2-dir, oldu mənfi 1. M-ni də tapaq. 4ac çıx b kvadrat böl 4a. 4 vurulsun, 2 vurulsun 7, çıxılsın 16, bölünsün 8. Uşaqlar, 4-ü 2-yə vuranda 8, 8, 7, 56. 56-dan 16 çıxanda 40, 40-ı da 8-ə böldük 5. Deməli, n-i də oldu 5, elə birbaşa n bərabərdir 5 yazan. Deməli, təpə nöqtələri mənfi 1-dən 5-dir. Eyni proses burada da n bərabərdir. Mənfi b-si 8-dir, a-sı 2-dir. Vurdum 4. Bərabərdir mənfi 2. N bərabərdir. 4 vurulsun, a-sı 2-dir, c-si 9-dur, çıx 64 böl. Deməli, 4a-dır 8-ə. 4 2-yə 8, 8 9-a 72. 72-dən 64 çıxanda 8 qalır. 8 8-ə böləndə də 1. Deməli, bunun da təpə nöqtəsi mənfi 2 ilə 1 oldu. İndi rüblərinə baxaq. Uşaqlar, birincinin koordinat sistemində qursaq. Təpə nöqtəsi m mənfi 1-dir. N-i də 5-dir. Buradan başlayır. Təpə nöqtəsi buradır. Belə olacaq qrafik. Birinci və
ikinci rüblərdir. İkincinin qrafikinə baxaq. Təpə nöqtəsi n-2-dir. N də 1-dir. Bura düşür yenə. Bu da belə olacaq. O da birinci və ikinci rüblərdir. Və salam. ABC üçbucağında BY tənböləndir. Alfa alfadır. O zaman bura alfadır. Bura 4'dürsə, burada 4'dür. ADY 2'dir. ADY 2'dir. Yəni buranın sahəsi 2'dirsə, bu fərqli rənglə yazaq. Buranın sahəsi 2'dirsə, baxın, DY bunu 2 tərəfə bölüb. Buradan 2 dəfə kiçikdirsə, sahə də 2 dəfə kiçik olacaq. Bura olacaq 4'dür sahəsi. BDY olacaq 4. Sonra bizə nə var əlimizdə başqa? Bizdən isə ABC'nin bütövün sahəsini soruşur. Bütövün sahəsini soruşur. Bizim əlimizdə başqa nə var? Başqa nə var? Bütövün sahəsini tapmaq üçün biz BC-ni bilməliyik. BC-ni də uşaqlar bilirsiniz nədən oxşarlıqdan tapacaq. 2 bölünsün 4'ə. Bu tərəfin 6'nın da x-a nisbəti, yəni bura. 2x bərabərdir 24, x də bərabərdir 12. İndi uşaqlar baxın, buranın tərəfin uzunluğu oldu 12. Əgər tərəf bu tərəfdən 3 dəfə böyükdür, düzdür, 12 4-dən 3 dəfə böyüksə, deməli sahəsi bunun sahəsindən 3'ün kvadratı 9 dəfə böyük olmalıdır. Bura 2'dirsə, onda böyüyün sahəsi 9 vuranım 12, 18'dir. Və gəldi 25-ci suala. AB bölünsün əbob AB-nin kvadratı. Uşaqlar, AB-nin yerinə yazaram mən. Əbob vurulsun əkob bölünsün əbobun kvadratı. AB-ni yazmıram uşaqlar, indi birazdan yazacağım. Burada əbobundan əbobun kvadratı gedər. Qalacaq əkob böl əbob AB. Hər ikisində AB. Uşaqlar, əkob böl əbobda mənə C-ni verir. C nədir? Ortaq olmayan vuruqlar. Ortaq olan vuruqlar ortadakılardır. Ortaq olmayanlar kənardakılar. Bizə də kənardakılar verir. Deməli, C bərabərdir bunların hasili. Deməli, 3 vur 5, vur 2, vur 7. 2-ni 5'ə 10. 3'ü 7'yə 21. 21 də ona vuranda 210. Deməli, bu ədədlərin hasili oldu 210. Məsələn, uşaqlar, bütün sualların izahını verdik. Hesab səhv etdiysə, haradasa rəy bölməsində qeyd edin, digər yoldaşlar da görsün. Həmçinin bu sınavın PDF-ni də, bundan öncəki sınavlarda əldə eləmək istəyirsinizsə, burada cümləni deyə bilmədim. Burada göstərilən nömrəyə də yaza bilərsiniz və yaxud da rəylərdə linklər olacaq, keçid eləyə bilərsiniz. Həmçinin sınavlar qrupumuza da, sürətlər qrupumuza da burada göstərilən nömrəyə yazaraq qoşula bilərsiniz. Bu qədər, sağ olun uşaqlar. Növbəti sınavlarda görüşənədək.